Nəzrin, bax, tez-tez eşidirəm xüsusilə networking eventlərdə. Görürəm ki, bəzi insanlar ümumiyyətlə əlaqələndirirəm onların həyatdakı uğurunu onların yaxşı ünsiyyət bacarıqları ilə. Amma bəzən düşünürəm ki, yaxşı ünsiyyət bacarığı olmaq nə deməkdir? Yəni, kimə biz deyə bilərik ki, bu insanın yaxşı ünsiyyət bacarığı var? Active listening deyilən bir söz konsept var və təlimlərində çox tez ondan danışıram. Nəyə görə? Çünki özüm təlimlərə hazırlaşarkən mən o aktiv qulaq asmağı da, eşitməyi də özümə təzədən öyrədirəm. Necə deyim sənə? Məsəl üçün, çox vaxt biz oturub danışa bilərik. Nəsə sən mənə danışın, mən sənə. Amma sən gözlərdə o ifadə var. Elə bir ki, burada deyilsən. Sən öz fikirləri yola verir. O da ikinci gözəl söz var hazır. Məni yola verirsən. Yola verməklə bitməsin deyə. Məncə belə bilirsiniz necə qəliz mövzular var. Hansılar ki biz bilirsiniz necə bədəni aldatmaq olmur da. İçəridə o mesaj gəlir ki, Nəzrin, sən bunu eşitmək istəmirsən. Ya da belə, oy vəfa nə danışır? Ya da 1000 dənə fikir axı beynimizdən keçir o dəqiqə. Hansılar ki bizə siqnal göndərir ki, mən məsəl üçün maraqlı deyil mənə. Və bədən dilim artıq məni biruzə verir də. Sənə ki, mən əslində sən də hiss edirsən ki, eşitmək istəmirəm səni. Bax, o dəqiqə gözəl bir kitab var. Bridging the Culture Gaps. Həmişə ondan danışıram. Çünki orada müəllif deyir ki, siz danışarkən özünüzə deyə bilərsiniz ki, stop. Yəni beyninizdəki Nəzrin, ya qulaq asarkən özümüzə deyərək ki, kənardan o baxış var özümüzə və onunla məşğul olmalıyıq. Kimsə ki, mən vəfaya qulaq asıram, doğrudan qulaq asıram, yoxsa mən öz şalvarımla, corablarımla məşğulam, ya başqa bir şey, saçımla oynayıram. Ya da bizə öyrədirlər, məsəl üçün, həmin o culture, mədəniyyət, liderlik kursunda öyrətmişdilər ki, siz hətta dayananda belə, oturanda belə, mən sənə o siqnalı ötürürəm ki, mən sənə qulaq asıram, gözüm orada buradadır, ayaqlarım biraz tərpənir, əllərim oynayıram əllərimlə. Telefona baxıram, saata baxıram. Bədənim artıq bizə verir ki, mənə ya maraqlı deyil, ya bəlkə ağrıyıram, ya tələsirəm. Amma bunda həmin o dəqiqə məncə dayanmaq lazımdır və fikirləşmək lazımdır ki, okey, mən nə təəssürat yaradıram? Doğrudan mən aktiv dinləyiciyəm, yoxsa heç aktiv dinləyici deyiləm. Və o dəqiqə sonra sən mənə qayıdıb deyə bilərsən ki, başa düşürsən və mən sənə necə qayıdım, necə cavab verim? Bax, artıq mənim cavabımda sənin sualın da səslənməlidir. Xüsusən də təlimlərdə. Sənə məsəl üçün sual verir, sən elə belə cavab verə bilməzsən, kontekstdən cavab verməlisən də, yoxsa sual cavab çox quru alınır. Ya da qarşındakı başa düşürsən ki, sənə qulaq asmır və fikrini bitirəndən sonra deyirsən ki, filan gəl, sən nə düşünürsən bu barəsində? O artıq başa düşürsən ki, insan sənə qulaq asırdı ya yox. Və yaxud dostlarımızın kontekstində olur ki, məsələn, gəlirsən bir kafedə oturursan dostundan, deyirsən ki, sən başıma bugün nə gəlir? Başlayırsan hekayəvi danışmağa və empatiya gözləyirsən də. O da deyir, sən yaxşısan, gör mənim başıma nə gəlib. Yəni səni eşitməmiş olur da elə. Eşitməmiş olur. Ya da ki, sənin bir hekayəndən bir nəsə compassion var, ingilis dilində çox qəşəng söz var, compassion. Deyir ki, yəni sən mənə qulaq asdığın hekayənlə nə etdin? Bir var empatiya. Empatiya sən qulaq asıb özünü həmin insanın yerinə qoyursan. Compassion da isə sən bununla bağlı nə edirsən, nə kömək təklif eləyirsən. Bir yerdə işləyirsən, tutaq ki, gəlib deyirsən ki, bütün gecə uşaq xəstə olub yatmayıb və mən ona baxmışam. Gəlirsən shiftdə də işə. Bir var ki, sənin iş yoldaşın sənə qulaq asacaq, deyəcək ki, hələ mən də eyni vəziyyətdəyəm. Bir də var ki, yoldaşın deyəcək ki, sən ged evə, mən səni bugün əvəz eləyərəm. Və bu compassiondır. Bəli. Mən məsəl üçün 3-cü uşağım ailədə çox ərköyünəm, özümdən danışmıram, ümumiyyətlə deyirəm. Bir nümunə kimi gəlir işə, elə bilir ki, orada da o ərköyünlük hardasa qəbul olunandır. Olmayanda insanın çox belə arzuları puç olur. Sadəcə özünü onda o funksiyanı dəyişmək lazımdır ki, okey, mən evdə deyiləm artıq, okey, burada başqa mədəniyyətdir artıq, la. Bunları on-off-dan salırsan və artıq başlayırsan ora kimi, yəni sənə lazım olduğu mühitdə özünü lazım olduğu kimi göstərməyə də. You act like you should, not like you want. This is very different from, I mean, this is exactly what empathy wants us to do, right? Yes. You act like you should act. Məsələn, bir məsələ var, bunu bilmirəm eləmək olar ya yox, amma biz bir problemimizi həyat yoldaşımızla paylaşırıq. Həyat yoldaşımız bizə
çox vaxt, çox hallarda istəyirik ki, sadəcə qulaq asıb başa düşsün ki, biz nədən keçirik, hansı hissə. O amma sənə solution verir, həll yolu. Yes. Həmişə məntiqlə həmişə elə olur. yanaşır, amma biz heç də həmişə, xüsusilə qadınlar məntiq axtarışında olmuruq axı. Biz istəyirik sadəcə bizə qulaq asıb başa düşsün. Absolutely. Bu məncə emosional eşitmə. Bu çox nadir halda olar məncə ki, insan eşitsin və sənin yerinə başa düşsün ki, o cavab istəmir. O okey, mən susum bu halda. Bilmirəm, o qədər də çox adam tanımıram bu cür xasiyyətlə. Qadın olsun, kişi olsun, hər kəs istəyir öz sözünü desin, eşidilsin və belə çox super görsənsin hər bir vəziyyətdə. Egomuzdur da bəlkə. Vəfa, let's talk about trust. Bu etimadla bağlı Vəfa, hansı şərhlər var səndə? Yəni sənin ümumiyyətlə yaşadığın iş təcrübəndə etimadla bağlı hansı məsləhətlər ola bilər gənc qadınlara? Hansı ki təzə başlayır və fikirləşir ki, görəsən mən necə bu işçinin, hansısa işçinin etimadını qazanım? Ya da müdirin Əsas etimadını. məsələ, bəli. İndi bunu biz mədəniyyətlər kontekstində baxsaq, məsələn, Amerikanlar olan mühitdə işləyəndə başa düşürsən ki, tutaq ki, Amerikan müdirim var idi, işi vaxtında görürdüm, məsələn, proyekti vaxtında çatdırırdım, vaxtında işə gəldin, vaxtında getdinsə, sən artıq avtomatik olaraq müdirdə sənə qarşı etimad yaradır. Yəni, bu iş mühitində yaradır. Amma Çində işləyirsənsə və yaxud Azərbaycanda ilə, Pakistanda həm də. Pakistanda, Yaponiyada bu etimad təkcə iş prosesində qurulmur. Yəni sən işi yaxşı görə bilərsən, vaxtında çatdıra bilərsən, amma sənin işdən kənarda mütləq müəyyən bir kofe, lunch. Bir tərəfi də var onun, hansında ki, misal üçün həmkar fikirləşə bilər ki, bu özünü göstərir. Yəni o qədər yaxşı çalışırsan ki, deyəcək ki, özünü göstərir. Yəni bu mədəniyyətlər arasında fərqlidir. Məsələn, Niderlanddan olan bir müdirim var idi. Yəni o deyirdi ki, onun üçün ən vacib odur ki, işdə sən hər şeyi eləyirsən. İşdən qıraqda artıq hamının öz həyatı, öz işi, gücü. Yəni bu sən onu işdən kənarda tanımalı deyilsən. Yəni fərq əsas budur ki, bəzi mədəniyyətlərdə sən işçini, müdiri işdən kənarda da tanımalısan. Bəzi mədəniyyətlərdə sadəcə işi deliver çatdırırsansa, artıq sənin etimadın olur. Vəfa, sənin şəxsiyyətinə daha yaxın olan hansıdır? Hansı üslubdur? Bir Azərbaycanlı olaraq mən istəyirəm insanı işdən qıraqda da tanıyım. Çünki işdən qıraqda mən düşünürəm ki, insanın müəyyən bir şəxsiyyəti var ki, hansı ki fərqli ola bilər. Onu başa düşəndən sonra işləmək daha asan olur. Elə. Məsələn, əslində o iş mühitində elə olur ki, sən insan barəsində müəyyən bir gümanların olur, səhv olur da o gümanlar. Yəni özü assumption deyirik də biz onun, assumption səhv olur. İnsan barədə səhv gümanların olur. Sonra işdən qıraqda deyirsən, ay da filan kəs belə deyilmiş əslində. Necə şirin imiş, ay Allah. Sonra sənin onun sənə göndərdiyi e-mail artıq o birbaşa yazılmış aqressiv e-mail belə sənə pis görsənmir. Çünki sən onu qıraqda tanımısan. Vəfa, sən də onlardansan. Mən də onlardanam. Sağ ol. Emojilərlə yaşayan Vəfa, heç gözləməz. Mən e-mailimdən sonda ürək şəkli, günəş şəkli qoyan işçilərdənəm. Əslində mən də yazıram o emojiləri, amma inanırsan Vəfa, bəzən özümə gülürəm ki, mən niyə bu emojini yazıram? Axı kəzə tanıyıram insanı. Mədəniyyətlə biz biçdiyimiz mədəniyyət budur, belə deyək. Amerikanlarla yeri gəlmişkən oxşarlığı var. Sugar coating, right? Yəni biraz o şəkərləndiririk söhbəti ki, this is so good, so great. O mənə də birazca oxşuyuruq Amerikanlardan ki, xoşlayırıq. Doğrudan da o şirinləşdirmədən istifadə edir. Bu məsələ bizə nədir? Bu feedbackdir. O feedbacka yaxındır, okey. Əslində Amerikanlar tutaq ki, sənə həmişə birbaşa deyirlər də, beyinlərində nə var. Amma nə vaxt ki, bu feedbacka gəlir, hansısa işi görmüsən, sən heç yaxşı görməmsən. Məsələn, məndə o qədər olub ki, mənim Amerikan müdirim olanda işi bilirəm ki, yaxşı görməmişəm də. Like concrete I messed up with something. Orada amma gəlib məni o qədər tərifləyir ki, əladır, əladır. Pozisiyadır, hə, maraqlı üslubdur ki, insana dəyməsin də. Yəni onsuz da bilir insan ki, pis elədi, hə? Eləmi yoxsa? Bilməyə də bilər axı. Bilməyə bilər. Amerikanlar səni çox tərifləyir feedback verəndə. Emoji nədir? Yəni heç vormuq da biz belə istirmirlər.
Doğrudan istəyir. Doğrudan elədir. Yəni Məsələn, olur ki, emojisiz deyir ki, please send it as soon as possible. ASAP da deyə bilər. ASAP. Təzəlicə bilmişəm ki, onu as slow as possible eləmək. Özü böyük hərflər. ASAP. Məsələn, bu sənə avtomatik necə gəlir? Fikirləşirsən ki, yəni mənə niyə bu əmr eləyir ki? Düzdür. Amma yanında bir dənə günəşdənmi deyim, smileylikdənmi deyim, artıq o səni... Burada zəhmətli olmasa kimi səslənir. Amma dəfə bu da bəzən çətindir. Mən sənə deyim, mən bir mühitdə işləmişəm ki, hansında ümumiyyətlə emoji əksində başqa reaksiya yaradırlar da. Elə bir ki, mən başlayıram o hansısa distansiyanı pozmağa. O kiminsə xoşuna gəlməyə də bilər. Yəni tam başqa cür ola bilər. Qeyri-ciddi yanaşıla bilər. Aha, qeyri-ciddi ki, bu niyə smile, bu nədir? Yəni heç insan fikirləşmir ki, bu ağıllı ola bilər. Artıq fikirləşir ki, bu ağılsız tərzdir, tondur, nə bilim, manyera, necə ki, biz bir-birimizlə danışırıq. Yəni, istəyir ki, işdə əsasən, istəyir ki, sən konkret olasan. Yəni, vergül, nöqtə, nə bilim, işarələr, o hansılar ki, biz cümlədə işlədirik və bununla da bitir. Emojilər olsa artıq məndə həyatımda elə olub ki, qeyri-ciddi qəbul edir onu, əks tərəf. Və o mənə də təsir edir. Çünki mən artıq bilmirəm, mən onun kimi danışmalıyam ki, razı qalsın və söhbətimiz inkişaf etsin. Yoxsa mən davam etməliyəm öz tərzimdə. Və bu mənim üçün həmişə sual işarəsi altındadır ki, Hansı tapmaqdır da ən çətini. Ki, nə vaxt özüm qalıram, yoxsa vəfa kimi danışıram. Authentic olursan, özünə məxsus qalırsan, eyni zamanda adaptiv olursan. Yəni bu ikisinin arasında olan o qızıl xətti tapmaq məncə çox mən hiss edirəm ki, mən tapmamışam. Məncə də, yəni nə qədər yaşayırıq, o qədər də öyrənirik də. Amma yəni faizlər artır da. Biraz daha yaxşı təcrübə. Bəli, bax burada təcrübə lazımdır. O da sənə deyir ki, bridge the culture gaps. Nəzrin deyir sənə ki, həmişə sözü işlətmir. Biraz hərdəndir sözü də denəndə. Ki, vəfə mən həmişə raf fikirəm. Vəfə mən həmişə 2-dən sonra idmana gedirəm. O insana, məncə, kimlə ki danışırıq, elə bir təəssürat yarada bilər ki, güya biz o qədər idealıq. Düzdürmü? Yəni, mən həmişə bunu eləyirəm belə, həmişə bunu... Okay, where am I learning? Harada öyrənirəm onda? Və o çox gözəldir ki, tərzimizi elə belə deməyək ki, bax, sabahdan mən dəyişirəm. Sözümə baxım, gülüşümə baxım. Mən həmişə fikirləşirəm ki, biz belə ağıllı danışırıq, yəni podkastlar və s. Həmçə auditoriyanı fikirləşirəm ki, biz indi müəyyən bir təcrübəmiz olub, müəyyən bir bacarıqlara təcrübə əsasında gəlmişik də. Təsəvvür edirəm ki, bir 18-20 yaşında universiteti təzə bitirmiş bir gənc baxır. Hansı ki, heç də bütün qapılar açıq olmur da yeni universiteti bitirən insan üçün. Bəziləri biznesə başlamaq istəyir, bəziləri korporativ mühitdə başlamaq istəyir. Baxın, müəyyən şeylər təcrübədən gəlsə də, hansı şeylər shortcut kimi olaraq qısa yol nədir ki, məsələn, onlar məcbur deyil də bu illəri yaşasınlar ki, təcrübə əsasında o bacarıqları formalaşdırsınlar. Bəs o qısa yollar nədir? Həmişə o sualı verirəm özümə və mən fikirləşirəm ki, mən əgər 20 yaşında olsaydım, mən o qoşulduğum tədbirlər, networking, tanış olduğum o uğurlu insanlar və s. onlarla danışanda danışmazdım heç, sadəcə qulaq asardım. Çünki onsuz da sənin o yaşda danışmağa böyük bir şeyin yoxdur, düzdür? Yəni özünü göstərməyə məcbur deyilsən. Daha çox qulaq assan, daha çox şey nail ola bilirsən. Mənim üçün ən vacib odur ki, yəni biz insanlarla tanış olanda daha çox qulaq asmaq. Yəni bunu hətta mən ratio-la desəm, 90-10, 90% halda qulaq as, 10% halda danış. Elədir. Elə qayıdırıq əvvəlki söhbətimizə, active listening, yəni aktiv eşitmə. Məncə də vəziyyət yarana bilər ki, həyatda da, işdə də, haçan ki biz köməyi qəbul etməyi bacarmalıyıq. Yəni kimsə sənə deyirsən, Nəzrin, ya Vəfa, sənə kömək eləyim, mənim layihəmdə iştirak elə. Burada həmişə pis niyyət axtarmaq lazım deyil. Halbuki insanda o hüsiyyət var ki, biz həmişə beynimizdə olan o negativ səsləri mütləq eşidirik və mənim çox xoşuma gəlir. Görəsən nə istəyir məndən? Mən bu üzrə çoxlu din kitabları da oxuyuram. Hansında ki deyir, o səslər ki var, mütləq ignora qoymalıyıq. Belə doğru dildə desək.
ancaq müsbət şeyləri eşitməliyik. Bax insan gəlib mənə əlbəttə əgər hiss eləyirsənsə bu səni aldada bilər. Yəni hansısa doğrudan sübut varsa da əlbəttə ki. Onda bəlkə də təklifi qəbul eləmirsən. Amma əgər hiss edirsən ki, həmin o dəqiqə sən fikirləşirdin, kaş ki mənə kimsə kömək eləyərdi. Necə ki o Jim Carrey Yes Man filmində. I do want to take guitar lessons. I do want to learn how to fly. Yes, I would like to learn Korean. 청주 날씨는 어때요? 청주 날씨는 어때요? 잘했어요. What did he call me? Çünki hər şeyə yes deyir də. Bir dəfə deyir ki, ofisi hə, gedək falan yerə, hə. Hər şeyə hə deyəndə də görürsən ki, həyat necə düzəlir. Yenə də deyirəm, mən təhlükədən danışmıram. Mən artıq bizim insandan ya şirkətdən kim olur olsun, ondan formalaşmış rəydən danışmıram. Yəni tanıdığımız hansı negativ insan ya vəziyyət. Amma əgər doğrudan da bizə təklif gəlirsə, kömək gəlirsə, deyirlər ki, Nəzrin, sənə kömək eləyə bilərəm. Vəziyyət var, hansı ki mən həyatımda işlədirəm və həmişə mənə uğur gətirir doğrudan da. Yəni mən həmişə fikirləşirəm ki, buna yaxınlaşsam və desəm ki, salam, mənə kömək lazımdır. Vəfa deyir ki, yox, kömək eləmirəm sənə. Mən nə itirirəm? Heç nə. Yalnız bir şey, mənim eqom daha da çox dağılır, dağılsın. Çünki ego ilə yaşamaq çox çətindir. Ego is the enemy. Aha, ego is the enemy. Amma əgər Vəfa mənə deyirsə ki, hə, kömək eləyəcəm, görün nə qədər qazanmış oluram. Hətta axıra kimi, misal üçün, harasa kömək eləyir, harasa qədər. Oradan sonra deyir ki, Nəzrin, buradan sonra kömək eləyə bilmərəm. O da qəbuldur. Amma heç olmasa biraz bir-birimizə kömək eləsək, görün necə dəyişə bilər hər şey. Bir də yox Yaşlılaşa deyəndə, bilər. belə hətta keçən dəfə biz danışdıq, hə necə alım? O kitab dedim, Yes, hə, yes. yes. Fikirləşsən ki, deməli mən hələ orada deyiləm də. İnsan mənə yoxdur desə, deməli gələn dəfə mən onu başqa bir formada deməliyəm ki, və yaxud onun üçün də bir dəyər yaratmalıyam bu kollaborasiyada ki, o mənə hə desin. Bu yenə də nəsə öyrənirsən də yoxdan, düzdür? Ondan da öyrənirsən, bir də egodan başqa sən demişkən, bəlkə heç bu mənə qismət deyil. Ona da inanıram axır vaxtlar daha çox. Çünki əgər sənə yox deyirlər və sən yenə o qapıya vurursan, çağırırsan, bəlkə də onda da səhvimiz ola bilər. Bəlkə daha yaxşı şey səni gözləyir, ona görə bu qapı bağlanır. Aha, bəli. Yəni yola davam etmək də bir başqa incə sənətdir. Yəni insanın o həyat tərzinə təsir göstərən. Çünki depressiya, nə bilim, anxiety, yəni o narahat olma hissi, axır vaxtlar Instagrama baxsaz, Facebooka, TikToka, hər yerdə bu müzakirə olunur. Nəyə görə? Çünki sosial şəbəkədə misal üçün görürsən ki, aha, bunun da 20 yaşı var, mənim də. Amma bu gör nə uzaq getdi. Mən hələ dayanmışam hardasa, nə bilim, öz kəndimdə. Yəni bunu fikirləşməkdənsə o enerjini həmin o gün bilet almaq, ya nətərsə kimdənsə şəhərə çatmaq, kimdənsə iş istəmək daha gözəl deyilmi? Düzdür. Ona sərf eləmə enerjini. Nəinki baxmaq, istəmək və aciz olmaq nətərsə, yəni hirslənmək ona. Bax belə, hər şey özümüzdən başlayır. Onu da yada salaq, özümüzə, izləyiciyə də. You want to add something? No, I'm good. Are you sure? Yes.